قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار صدق الله العظيم. وقال النبي صلى الله عليه وسلم: تفكر ساعة خير من قيام الليلة صدق رسول الله فيما قال أو كما قال أو قريبا من. Aziz, değerli, mühterem Müslüman kardeşlerim, Allah'ın rahmeti, bereketi, mağfireti cümlemizin ve bütün ümmeti Muhammed'in üzerine olsun. Bugünkü cümle hutbemizin mevzusu tefekkür ve düşünmeyin ehemmiyeti olacaktır. Aziz, değerli Müslüman kardeşlerim, Allah-u Teala insana değer vererek farklı nimetler bəxşedir. Lütfettiği en büyük nimetlerden biri de ağıldır. Ağıl, hakkı batilden, doğrunu yanlıştan, faydalı olanı zərərli olandan ayırt etmemiz için bize ihsan edilmiş üstün bir nimettir. Ağlın meyvesi tefekkür etmek, düşünmektir. Tefekkür ise hakikati anlamaktır. Bizler tefekkür ederek yaratılış gayemizi, Allah'a kulluğun vacibliğini, vaktin kıymetini ve salih əməlin değerini idrak edirik, kainattaki benzersiz ve saysız nimetleri dərk edirik. Göylerin ve yerin, dağların ve denizlerin, ay ve güneşin, bilinen ve bilinmeyen güzelliklerin yaradılışındaki hikmeti qavrayırıq. Həmçinin əgər layiqincə təfəkkür etsək, hər bir hadisəyə ibrət nəzəri ilə baxar, dərs çıxarar, payımıza düşən öhdəliyi götürərik. Değerli müminler, Rabbimiz Allah Azze ve Celle Kur'an-ı Kerim'in birçok yerinde düşünmez misiniz? Düşünenler için deliller vardır. Bakmazsınız mı? ifadesiyle müminleri tefekküre davet edir. Gelin bu ayetlerden bəzilərini qəlb kulağı ile dinleyip tefekkür edin. Allah Azze ve Celle Qaf suresinin 6. ve 8. ayetlerinde belə buyurur: Məgər onlar başlarının üstündeki göğe bakıp onu necə yarattığımızı, necə bəzədiyimizi ve orada heç bir yarık olmadığını görmürlərmi? Eləcə də yeri necə döşədiyimizi, hamarlayıp düzəltdiyimizi, orada möhkəm duran dağlar yarattığımızı, hər cür gözəl növdən meyve yetiştirdiğimizi görmürlərmi? Başka bir ayet-i kerimede, məgər Allah'ın göyden yağış indirip onu yeryüzündeki çeşmelere akıttığını görmürsənmi? Sonra Allah onunla müxtəlif renkli əkinlər yetiştirir. Sonra onlar quruyar ve sen onları saralmış görərsən. Sonra da Allah onları çöp-çöpə döndürür. Həqiqətən bunda ağıl sahipleri için ibrət vardır. Başka ayet-i kerimede Vaqia suresinin 68. ve 70. ayetinde bəs içtiğiniz suya ne deyirsiniz? Onu buluttan indiren sizsiniz yoksa bizik? Eğer isteseydik onu acı bir su ederdik. Öyleyse niye Allah'ın nimetlerini şükür etmirsiniz? Bəs yaş ağacdan yandırdığınız o da ne deyirsiniz? Onun ağacını yaradan sizsiniz yoksa biz? Aziz değerli kardeşlerim, dikkat etseniz ayet-i kerimelerde insanı düşünmeye vadir eden mühim məqamlara işarə olmuştur. Düşünenler için yaradılan her şeyde Allah'ın möcüzəsini görmek ve onun böyüklüğünü idrak etmek mümkündür. Düşünmeyenler ise çok vaxt gözlerinin önündekini belə görməkdən acizdirlər. Rabbimiz bu manada Yusuf suresinin 105. ayetinde belə buyurur: Göylerde ve yerde neçə əlamətlər, nişanələr vardır ki, İnsanlar onların yanından üzlerini çevirip geçerler, onlara bakıp ibret almaz. Onların hakiki manalarını hakkında da düşünmezler. Resulullah sallallahu aleyhi ve sellem öz nəsihətlərində de tefekkürün ehemmiyetini, faydalarını, üstünlüğünü bize bile haber verir. Tabi'in büyüklerinden Ata bin Ebi Rabah rahmeullah belə nəqlidir. Hazreti Ayşe radıyallahu anhadan Allah Resulü'nde gördüğün en təcrübləndirici hadisəni mənə xəbər verirsən mi diye
sual verdim. Ayşe radiyallahu anamız, onun hansı halı təəccüblü deyil ki, dedi və belə davam etdi. Bir gecə yanıma gəldi, gecənin yarısından sonra ibadət üçün qalxdı, dəstəməz aldı. Sonra namaza durdu və ağladı. O qədər ağladı ki, göz yaşları köksünə qədər axdı. Bu halı ta ki Bilal radiyallahu anh gəlib sübh əzanını oxuyana qədər davam etdi. Bilal radiyallahu anh Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin ağladığını görüncə, ey Allahın Resulü, keçmiş və gələcək bütün günahların bağışlandığı halda səni ağladan şey nədir? Diye sorduğunda Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, Allah'a çox şükür edən bir bəndə olmayın mı ey Bilal? Allah'a and olsun, bu gecə mənə elə bir ayə indirildi ki, onu oxuyub üzərində təfəkkür etməyənlərin vay halına dedi. Və Ali-İmran surəsinin 190-191-ci ayətlərini oxudu. Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar. Göylərin və yerin yaradılması haqqında düşünər və deyərlər, ey Rəbbimiz, sən bunları boş yerə yaratmamısan, sən pak və müqəddəssən, bizi cəhənnəm odunun əzabından qoru. Bu ayətin təfsirində Bişr Xəfi rahmeullah söylüyor ki, insanlar Uca Allahın əzəməti haqqında əgər təfəkkür etsələr, ona əsla üsyan etməz, ona qarşı günah işlətməzlərdi. Əziz dəyərli qardaşlarım, unutmayağın, təfəkkür edən bir insan ilk növbədə Rəbbini tanıyar, yaradılış məqsədini anlayar, yaradana və həqiqi nemət sahibinə şükür etməsini bilər. Ondan gələn hər şey gözəl görər, dünyaya bel bağlamaz, dünyaya bağlanmaz. Onun razılığı üçün iş görər, öz dünyasını və ahirətini abad edər. Əziz dəyərli qardaşlarım, xütbəmizi Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellemin bir hədisi ilə tamamlayırım. Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Təfəkkəru sa'atin xayrun min qiyamin leyl. Bir saat təfəkkür etmək gecə ibadətindən daha xeyirlidir. Allah Azze ve Celle cümləmizi özünə layiq qul. Resulullah sallallahu aleyhi ve sellem layıqlı ümmət, vətəninə və ümmət Muhammedə faydalı olan salih kullarından eyləsin. Amin.